idi. Davam edirik. Daha bir qrup sakin doğma yurdu Xocalıya dönüb. Bu mərhələdə şəhərə 149 nəfərdən ibarət 30 ailə qayıdıb. Ətraflı məlumatlara birbaşa bağlantıda əməkdaşımız Elnur Tofiq çatdıracaq. Elnur, buyurun, efirdəsiz, sözü sizə ötürürəm. Bəli, azad torpaqlarımıza böyük qayıdış davam edir. Bugün keçmiş məcburi köçkünlərinin bir hissəsi həm doğma Xocalıya, həm də Xocavənd rayonuna qovuşdular. Hazırda biz azad, abad Xocalımızdayıq. Bugün Xocalı öz inkişaf dövrünü yaşamaqdadır və bildirmək istəyirəm ki, 1992-ci ildə xalqımıza qarşı törədilən Xocalı faciəsinin məhz elə 34-cü il ərəfəsindəyik. Cəmi 10 gündən sonra 34 ili tamam olur həmin faciənin və Xocalı sakinləri, ümumiyyətlə xalqımız bugünü qeyd etməklə yanaşı, bugün Xocalı sakinlərinin bir hissəsi 30 ailə 149 sakin doğma yurda qovuşur və həmçinin bugün bayaq qeyd etdiyim kimi Xocavənd rayonuna da keçmiş məcburi köçkünlər geri dönür və Xocavənd rayonunun 2 qəsəbəsinə, Hadrut və Qırmızı Bazar qəsəbəsinə keçmiş məcburi köçkünlər geri dönəcəklər. Ümumilikdə bugün azad torpaqlarımıza 60 ailə 287 sakin əbədi olaraq qovuşmuş olacaq. Xocalı sakinləri az öncə elə doğma yurtlarına qovuşdular. Onlara fərdi yaşayış evlərinin açarları təqdim olundu və əbədi əzəli olaraq artıq Xocalıda yaşayacaqlar və bayaq qeyd etdiyim kimi tam 34 il öncə xalqımıza qarşı elə bax bu dayandığımız, bugün inkişaf mərhələsini keçən, bugün doğma sakinlərini qarşılayan Xocalıda qətliam törədilmişdi. Biz də qürurla, fəxarətlə Xocalı şəhidlərini anırıq və bugün həm də qürurluyuq ki, bugün artıq torpaqlarımız azaddır, abaddır. Bugün Xocalımızın sakinləri də geri dönür. Əlbəttə, Xocalıdan süjetimiz də olacaq. Yəqin ki, qarşıdakı xəbər saatlarının birində həmin süjeti sizə təqdim etmək imkanımız da olacaq. Mənim isə Xocalıdan çatdırmaq istədiklərim daha doğrusu bunlardan ibarətdir. Söz yenidən sizdə. Elnur, təşəkkür edirik sizə çatdırdığınız ətraflı məlumatlara görə. Yeri gəlmişkən Xocavənd də sakinlərini qarşılayıb. Bu mərhələdə Hadruta 47 nəfər olmaqla 10 ailə, Qırmızı Bazara isə 20 ailə, yəni 91 nəfər köçürülüb. Sakinlərə evlərinin açarları təqdim edilib. Alınmadı ona.